Sadəcə təəssüflər olsun ki, biz Quranda olmayan Qurban bayramını bir ənənə olduğunu unuduruq. Qurban haqqında Quranda nə qədər ayə var? Qurban kəsmək haqqında. Allah deyir, o qurbanlar ki, aparırsınız, həcc əməlləri vaxtı keçirsiniz, o ilahi nişanələrdir. Ya başqa yerdə buyurur, fəkulu minha, qurbandan özünüz də yeyə bilərsiniz. Özünüz də yeyə bilərsiniz. Və at'imul qaniyə vəl-mu'tərrə. Həm qanilərə verin, həm mu'tərlərə verin. Qani o kəsdir ki, az da versin, qani olur. Mu'tər odur ki, elə israrlı istəyir. Ona da verin o qurbandan. Həm özünüz yiyin, həm fəqirə verin, həm miskinə verin. Allah bunu deyir. Və davamında başqa yerdə, hələ o surədə də deyir, la yənalullah luhumuha və la dimauha və lakin yənaluhu ət-təqva minkum. O kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha yetişir. Orada xalis niyyətiniz ki var kəsərkən, sırf Allah xatiri ki kesirsiniz, onlar gedir Allaha çatır. Onun ki, qurbanlığın özü, qurban haqqında Allah Teala Quranın içində ayə edib, 3 dənəsini dedim. Ya başqa yerdə Allah qınıyır bəzilərini. Buyurur ki, yasuddukum anil məscidil haram vəl hadi. Müşriklər deyir, Məscid-i Hərama getməyin qabağını alırdılar Peyğəmbərin və qurbanların qabağını alırdılar. Peyğəmbər ki, qurban aparırdı kesməyə və Məscid-i Hərama gedirdi. Deyir, həm o qurbanın qabağını alırdılar. Onlar sədd olurdular. Və qabağında dayanırdılar, istəmirdilər neynəsinlər.